Esselamu Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil Alemin. Elhamdülillahillezî cealel hamde miftahan li zikrih ve sebeben lil mezîdi min fazlih ve dalilen ala alâihi ve azametih. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. وعلى علي أمير المؤمنين وعلى الحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. Usikum ve nefsi bi təqvallah. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Bugün 20 yanvar günüdür və ölkəmizin hər yerində 20 yanvar şəhidlərinin əziz xatirəsi böyük hörmət və ehtiramla yad edilir. Azərbaycan xalqının tarixinin, yeni tarixinin ən parlaq səhifələrindən biri olan bu hadisəni yad eləmək üçün icazə versəz, mən bir neçə cümlə bugün şəhidlik barədə danışmaq istəyirəm. Allah bütün öz yolunda şəhid olanlara, xalqımızın şəhidlərinə rəhmət eləsin inşallah. Quran-ı Kərimin bir neçə ayəsi var şəhidlər barəsində. Mən çalışım qısa danışım, çünki çöldə də möminlər dayanıb, hava da soyuqdur. Çalışaram ki, çox vaxt almayam. Allah buyurur: "Və la tahsabannallazina qutilu fi sabilillah amwatan bel ahyaun inde rabbihim yurzaqun." Buyurur, Allah yolunda öldürülənlərə ölü deməyin. Allah yolunda öldürülənləri ölü saymayın. Onlar Allahın yanındadılar, diridirlər, yaşayırlar və Allahın verdiyi nemətlərdən bəhrələnirlər, faydalanırlar. İslam dinində şəhidlik rütbəsi çox uca bir rütbədir, çox uca bir məqamdır. İslamda bir insanın dərəcəsini yüksəltmək üçün, onun həqiqi məqamını tanıtdırmaq üçün onu şəhidlə müqayisə edirlər. İslamda birinin rütbəsini yüksəltmək istəyəndə deyirlər filan kəs şəhid kimidir. Məsələn, deyir bir nəfər elm yolunda elm öyrənmək üçün evindən çıxıb yolda ölərsə, təbii ölümlə də ölsə, o şəhid hesab olunur. Elm yolunda öldürülən insan və yaxud ölən insan şəhid hesab olunur. Başqa hədisdə buyurur, kim öz ailəsi üçün halal ruzu qazanmaq yolunda canından keçərsə və yaxud bu yolda ölərsə, şəhid hesab olunur. İslam dinində bir nəfərin rütbəsini yüksəltmək istəyəndə şəhidlə müqayisə edirlər. Çünki şəhid bir zirvədir. O zirvəyə uyğunlaşdırırlar insanların əməllərini. Bəşəriyyətə, insanlığa xidmət eləyən bütün insanlığın boynunda haqqı var. Hərə bir yolla insanlığa xidmət eləyir və bu insanların hamısının, bəşəriyyətin, insanlığın boynunda haqqı var. Elm xadiminin, sənətkarların, ixtiraçıların, müxtəlif peşə sahiblərinin insanlığa əgər bir xidməti varsa, şübhəsiz ki, bəşəriyyətin boynunda bu insanların haqqı var. Amma
Heç bir haqq şəhidlərin haqqı ilə müqayisə oluna bilməz. Şəhidlərin haqqı insanların boynunda bütün haqlardan artıqdır. Alimin elmlə məşğul olması üçün, müəllimin rahat dərs deməsi üçün, bütün insanların öz vəzifəsini icra eləməsi üçün azad və münbit şəraitə ehtiyacları var ki, şəhid öz şəhidliyi ilə bütün insanlara bu fürsəti yaradır, bu şəraiti yaradır. Şəhid öz fədakarlığı ilə digərlərinə yaşamaq fürsəti yaradır. Dünyada yaşayış mövcuddursa, insanlar yaşayırlarsa, hansı peşə ilə məşğul olmalarından asılı olmayaraq ilk növbədə yaddan çıxartmamalıdırlar ki, onlar bu məsələlərə görə şəhidlərə borcludular. Və bu, mənim burada danışdıqlarım, belə deyək, pafoslu sözlər deyil. Mənim danışdığım İslamın, Quranın məntiqidir. Şəhidlər olmasa həyatın davamı mümkünsüz olar. Onlar öz canlarından keçməklə əslində bütün insanlara həyat bəxş eləyirlər. Şəhidi Şama oxşadıblar. Şəhid Şam kimidir ki, onun işi yanıb aradan getməkdir və nur saçmaqdır. Şəhid öz mənəmçiliyini, öz şəxsi mənafeyini insanlıq yolunda fəda eləməklə başqalarına nur və işıq bəxş eləyir. Şəhidlərin həyatı bahasına başqaları oturub dincəlir, öz işi ilə məşğul olur. Şəhidlərin ruhu sayəsində insanların həyatının davamı mümkündür. Bir şeir var, bir şair yazıb, mən o şeirin tərcüməsini sizə demək istəyirəm. Deyir ki, bir nəfər oturub xalça toxuyur, şam da yanır, o şamın işığında oturub öz işi ilə məşğuldur. Naxışlar yaradır, gözəl bir əsər yaradır. Xalçanı toxuyub qutarandan sonra baxır şama deyir, sən nə bilirsən ki, mən nə gözəllikdə əsər yaratdım. Sən bilməzsən ki, mən indi necə bir qiymətli iş gördüm. Şama müraciətlə bu sözü deyir. Şair yazır ki, Şam da dilə gəlib deyir ki, sənin o ilmələri bir-birinin yanında düzməyi üçün, bu gözəl əsəri yaratmaq üçün mən vücudumu əritdim. Mən işıq saçdım ki, sən o işi görə biləsən. Sənin gördüyün işə mən də şərikəm əslində. Çünki mənim nurum olmasaydı, sən bu işi yerinə yetirə bilməyəcəkdin. Şəhidlər Şam kimidir. Əgər bugün alim öz elmi ilə məşğul olur, kimsə nəsə ixtira eləyirsə, bütün bu işlərə şəhidlər şərikdirlər. Çünki şəhidlərin nurunun sayəsində bu işləri görmək mümkündür. Hər hansı bir işlə məşğul olmaq onların nuru sayəsində mümkündür. Şəhidlərə insanlar ona görə borcludur ki, hər kəs bugün rahat öz işi ilə məşğuldursa, heç şübhəsiz ki, bu şəhidlərin canlarından keçməsinin nəticəsidir. Şəhid sözü bu baxımdan ən müqəddəs ifadədir. İslam hikmət dinidir, məntiq dinidir. İslamda bütün hökmlərin hikməti var. İslam buyurur ki, hər bir insan ki dünyadan köçdü, onun bədəninə qusul verilməlidir. O kəfənə bükülməlidir. Ondan sonra ona namaz qılınıb dəfn olunmalıdır. Yeganə istisna şəhidlərdir. Şəhidlər öz paltarında dəfn olunur. Şəhidlər qanlı paltarında, qanlı libasında dəfn olunurlar. Və onların dəfninin ehkamında ancaq namaz vacibdir. Namaz və dəfn. Qusul, kəfən şəhidlərə vacib deyil. Onun sirri var. Sirri nədən ibarətdir? Sirri budur ki, şəhidin ruhu o qədər müqəddəsdir ki, bədəninə də sirayət eləyir. Qanına da sirayət eləyir. Hətta paltara da müqəddəsliyi verir. Şəhidin qanlı paltarı da müqəddəsdir. Bu ruhun müqəddəsliyinin nəticəsidir ki, şəhidə bağlı olan parça da qiymət tapır, dəyər tapır. O, kəfəndən qiymətlidir onun əynində. Çünki şəhidin bədəni bir növ ruha çevrilmiş bədəndir. Şəhidin türbəti, torpağı qiymətlidir. İlk dəfə Həzrəti Həmzənin torpağından təsbehi xanım Fatimə-i Zəhra düzəltdi. Həzrəti Həmzənin torpağından təsbeh düzəltdi,
və namazdan sonra zikri o təsbihlə deyirdi. Bu İslamın şəhidə verdiyi önəmin göstəricisidir ki, şəhidin dəfn olunduğu torpaq da onun bədəninin, ruhunun təsirindən müqəddəslik tapır. Hətta bugün şəfa niyyəti ilə icazə verirlər ki, Kərbəla torpağından xəstə də əgər dadarsa, bir qədər istifadə eləyərsə, onun xəstəliklərdən şəfa tapmasına səbəb ola bilər. Şəhid o qədər müqəddəsdir ki, yatdığı torpağa da müqəddəslik bəxş eləyir. Deyir, hər torpağa səcdə eləsən namaz düzdür, amma daha yaxşı olar ki, Kərbəla torpağı olsun. Bunun hikməti nədir? Bu, İslamın şəhidliyə verdiyi önəmin göstəricisidir. İnsan şəhidin ruhu ilə təmasda olur ibadət zamanı. Allaha ibadət eləyir, amma şəhidləri yad eləməklə bu ibadət olarsa, dillər ibadətin keyfiyyəti daha artıq olur. Quran buyurur, cənnətin 8 qapısı var. Sizcə bu 8 qapı nə üçündür? Orada izdiham çox olacaq, insanlar növbəyə dayanacaq. Xeyr, o başqa bir aləmdir. Orada izdiham, növbəyə ehtiyac olmayacaq. 8 qapı həm də təmtəraq üçün də deyil. 8 qapı bunun üçündür ki, hər bir insan öz təkamülünə uyğun bir qapıdan cənnətə daxil ola bilsin. Hər bir insanın təkamül nərdivanında bir pilləsi var. O pilləyə uyğun qapıdan daxil olacaq və hədislərdə var, bir qapı var ki, şəhidlər oradan əzəmətlə daxil olacaqlar, özdə xüsusi cənnətə gedəcəklər. Şəhidlər getdiyi cənnət hədislərdə var, Allahın öz cənnətidir. Allah şəhidlərə öz cənnətidir, mən bilmirəm nə deməkdir. Amma bilinir ki, bu xüsusi bir yerdir. Hamı o neymətlərdən faydalana bilməyəcək ki, şəhidlər o neymətlərdən istifadə eləyəcəklər. Şəhidlərin qiyməti ona görədir ki, şəhidlər bir xalqa şəxsiyyət verir. Xalqın hər şeyi varsa, şəxsiyyəti yoxdursa, heç nəyi yoxdur. Bir xalqın şəxsiyyəti varsa, başqa heç nəyi yoxdursa, şəxsiyyəti hesabına itirdiyini bərpa eləyə bilər. Xalq şəxsiyyətin itirdisə, bir cəmiyyət şəxsiyyətin itirdisə, hər şeyini əldən verdi. Şəhidlərin ən böyük bəşəriyyətə, insanlığa xidməti budur ki, şəhidlər insanlığa şəxsiyyət verir, bir xalqa öz şəxsiyyətini qaytarır. Ona görə də İslam qüdrət dini olduğuna görə şəhidlərə bu qədər dəyər və bu qədər önəm verir. Peyğəmbərdən soruşurlar, ya Rəsulallah, niyə görə şəhidlər qəbirdə sorğu-sual olunmayacaq, onlardan heç nə soruşulmayacaq. Buyurur, şəhid qılıncının qığılcımı ilə sualların cavabını verib. Şəhid bütün vücudu ilə, şəhidin qanı, əti şəhadət verir ki, Allahu Cəllə Cəlaluhu Rəbbi. Şəhidin qanı şəhadət verir ki, Allahdan başqa Allah yoxdur. Şəhiddən nə soruşasan? Bir halda ki, şəhid bütün varlığını Allah yolunda fəda eləyib, deməli bu şəhid Allaha bütün varlığı ilə iman gətirib. Odur ki, yeri yoxdur mələk gələ şəhidə deyə ki, Rəbbün kimdir? Bu gülməli olar şəhiddən bu sözü soruşasan. Şəhid artıq qanı torpağa töküləndə bütün sualların cavabını verib. Şəhid əməli ilə sübut edib ki, o bütün vücudu ilə Allaha inanır, Allaha bağlanır. Şəhidlər qəbirdən qalxıb hesabsız cənnətə gedərlər. Bir mələkdə cürət olmaz ki, şəhidi saxlasın, desin, hara gedirsən. Peyğəmbər buyurur, şəhidlər gələndə, əleyhissalamdan da hədis var, şəhidlər məhşərə gələndə Peyğəmbərlər ayağa qalxıb onlara təzim eləyəcək. Peyğəmbərlər onların önündə ehtiram eləyəcək, hörmət göstərəcək onlara. Şəhidlər, Peyğəmbərlər də hətta özlərini şəhidlərə borclu bilirlər. Çünki şəhidlərin qanı hesabına dini təlimlər bu günə gəlib çatıb. Bugün kimsə ruhani minbərdən danışıb dini tanıtdıra bilirsə, vallah şəhid qanı olmasaydı, bu din bu vəziyyətə gəlib çata bilməzdi. Din yaşaya bilməzdi. Şəhidlərin qanı hesabına bu din bu günə gəlib çatıb. Odur ki, Peyğəmbərlər hamısı qiyamət günündə şəhidlərə təzim eləyəcəklər. İslamın ilk günlərindən, Peyğəmbər dəvətə başlayan ilk günlərdən müsəlmanlarda şəhidlik şövqü görünür. İslam təzə bir kəlmə gətirdi, şəhid kəlməsi. Şəhid rütbəsi ilə müsəlmanları tanış elədi. Əleyhissalam buyurur ki, mən görürdüm ki, müsəlmanlar şəhid olur, Uhud döyüşündə, başqa döyüşlərdə. Mən yavaş-yavaş narahat olmağa başladım ki, ya Rəsulallah, bəs şəhidlik növbəsi mənə də çatacaq ya yox?
Peyğəmbər buyurdu, sən narahat olma. Sənin şəhidliyin qabaqdadır, gələcəkdədir. Ramazan ayının 19-cu gecəsi insanların ən bədbəxti səni öz qanıva boyayacaq. Elə bil gözümlə görürəm ki, necə saqqalın, alnının qanına boyanır. Ondan sonra soruşur Əli əleyhissalamdan, ya Əli, o zaman necə səbr eləyəcəksən? Sanki Peyğəmbər öz canişininin məqamını insanlara tanıtdırmaq üçün bu sualı verir. O zaman necə səbr eləyəcəksən? Əli əleyhissalam ərz eləyir ki, ya Rəsulallah, bura səbr məqamı deyil ki, siz məndən soruşun, mən necə şükr eləyəcəm? Bunun şükrünü necə yerinə yetirəcəm? Adam çətin şeyə səbr eləyər, ağır şeyə səbr eləyər. Mənim üçün xoşa gəlməz bir hadisə baş verməyib ki, deyəm, necə səbr eləyəcəm? Mən deyim ki, bunun şükrünü necə yerinə yetirəcəm ki, Allah mənə belə bir şərafətli ölüm qismət eləyib. Əlinin məntiqində, İslamın məntiqində şəhadət belə bir şərafətli ölümdür. Özü buyurur ki, "Lə-əlfu zərbətin bis-seyf əhəbbu ileyyə min mitətin ala firaş." Buyurur ki, and olsun Allaha, 1000 qılınc zərbəsi ilə öldürülmək mənə yataqdan ölməkdən daha şirindir, daha sevimlidir, daha əzizdir. Bu şövqü, şəhadət sevincini, şəhadət şövqünü Peyğəmbərin təlimləri yaratmışdı. Əmr ibn Cəmuh Peyğəmbər sahabələrindən biridir. Çox qoca kişi idi. Əldən düşmüşdü, yaşlanmışdı. Uhud döyüşü ərəfəsində bunun oğlanları deyir, biz gedirik cihada, döyüşə. Əmr ibn Cəmuh özü qoca olmasına baxmayaraq durur, onlara qoşulur, deyir, mən də gedirəm. Oğlanları mübahisə edir ondan ki, sən qal, sən bu yaşda cihad sənin vəzifən deyil. Nə qədər eləyirlər, bunu yoldan saxlaya bilmirlər. Deyir, əgər şəhidlik yaxşıdırsa, mənim üçün də yaxşıdır. Ağsaqqalları çağırırlar, qəbilə başçıların bunu sakit eləyə bilmirlər. Axırda özü gəlir Peyğəmbərin yanına, ya Rəsulallah, oğlanlarım niyə mane olur ki, mən də Allah yolunda döyüşüm, şəhid olum. Mən bütün vücudumla şəhidlik eşqi ilə yaşayıram. Peyğəmbər buyurur, ona mane olmayın. Düzdür, cihad ona vacib deyil, amma haram da deyil. Əgər iştirak eləmək istəyirsə, qoyun iştirak eləsin. Gəlir Uhud döyüşündə özü ilə oğlanları birgə döyüşə girirlər və şəhid olurlar. Mədinəyə xəbər çatır, xanımlar, ailələr gəlir ki, Uhuddan öz cənazələrini aparsın. Əmr ibn Cəmuhun xanımı, həyat yoldaşı 3 cənazəni dəvənin üstünə yükləyir. Onun həm həyat yoldaşı, həm oğlu, həm qardaşı şəhid olur Uhud döyüşündə. 3 cənazəni dəvələrə yükləyir, qayıdır Uhuddan Mədinəyə. Həcdə olanlar görüb, Uhud Mədinənin lap yaxınlığındadır. Yolda Ayşə gəlir, Peyğəmbər xanımı qarşılaşır onun xanımı ilə. Deyir ki, bu dəvələrin yükü nədir? Tam soyuqqanlıqla cavab verir ki, bu mənim həyat yoldaşımın, oğlumun və qardaşımın cənazəsidir, aparıram Mədinədə dəfn eləyəm. Soruşur, bəs Uhuddan nə xəbər var? Deyir ki, xoş xəbər var. Əsas məsələ budur ki, Peyğəmbərin müqəddəs vücudu salamatdır. Əsas budur ki, Peyğəmbər sağdır, ondan sonra nə olubsa əhəmiyyətsizdir. Amma deyir, mənim dəvəmin qəribə hadisəsi var. Nə qədər çəkirəm, getmir. Addımlamır. Nə qədər eləyirəm, bu dəvə hərəkət eləmir. Bir addım gedir, dayanır, bir addım gedir, dayanır. Ayşə xanım deyir, gedək Peyğəmbərdən soruşaq bunun hikmətini. Gəlirlər Peyğəmbərin yanına, Peyğəmbər soruşur onun xanımından ki, evdən çıxanda bir söz demişdi, deyir, heç nə, əlini duaya qaldırdı, dedi ki, ilahi, məni bir daha bu evə qaytarma. Peyğəmbər buyurur, bəli, onun duası qəbul olub, odur ki, dəvə hərəkət eləmək istəmir. Onu Uhud şəhidləri ilə bir yerdə dəfn elə. İslam gəldiyi gündən bu şövqü öz ardıcıllarında yaratdı. Şəhadət şövqünü yaratdı. Şəhidlik məktəbini yaratdı. Bu, İslamın gətirdiyi, müsəlmanlara İslamın bəxş elədiyi bir əzəmətdir. Bu, İslamın bizlərə bəxş elədiyi bir dəyərdir. Və həm də səfər ayının son günləridir, həm 20 yanvar şəhidlərinin xatirəsini yad edirik, həm də bir daha şəhidlər sərvəri İmam Hüseyn əleyhissalam yada düşür.
Mədinədən hərəkət eləyəndə dedi, əgər bədənlər ölüm üçün yaranıbsa şeir oxudu. Əgər bədən onsuz da ölmək üçün yaranıbsa, nə yaxşı olar ki, bu bədən Allah yolunda qılıncla tikə-tikə olsun. Onsuz da bu bədən torpaq altına gedəcəksə, qızdırmadan, xəstəlikdən, başqa şeydən ölüb gedəcəksə, nə yaxşı olar ki, bu bədən elə Allah yolunda doğransın. Onsuz da bu bir müamilədirsə, mən bu bədəni verim, əbədiyyət qazanım. Əbədi saadət qazanım. Və İmam Hüseyn əleyhissalam seyyid-i şühəda oldu. Şəhidlərin örnəyi, nümunəsi oldu. Aşura günü bu qədər əzəmətlə ki qeyd olunub, əslində bilirsiniz nədir? Aşura günü şəhidliyə sayğının təzahürüdür, şəhidliyə ehtiramın təzahürüdür. Aşura gününü qeyd eləyin, yəni şəhidi əziz tutun. Hansı bir millət, ümmət, xalq şəhidini əziz tutarsa, şəhidini dəyərli tutarsa, başı üstə qaldırarsa, o xalq üçün heç bir zaval yoxdur. Ona görə deyirlər ki, şəhidləri əziz tutmaq üçün Aşura məktəbini diri saxlayın. Aşuranı hər il qeyd eləyin. Peyğəmbər buyurur: "Ma min qətrətin əhəbbu ilallah min qətrəti dəmin fi səbilillah." Allah yanında tökülən damcılardan ən qiymətlisi Allah yolunda öldürülənin qanıdır. Bir damcı yerə düşən kimi Allah onun bütün günahlarını bağışlayır. Qiyamətdə 3 dəstə Peyğəmbər buyurur şəfaət eləyəcək. 1. Peyğəmbərlər, 2. Alimlər, 3 şəhidlər. 3 dəstə qiyamətdə başqa insanları da özü ilə cənnətə aparacaq. 3 dəstəyə Allah qiyamətdə icazə verib ki, əlini duaya qaldırsın, başqa insanları da özü ilə cənnətə aparsın. O birincisi Peyğəmbərlərdir. Alimlər deyəndə həm də imamlar nəzərdə tutulur. Hədisdə var, imamlar, məsum imamlar və din alimləri. İkinci dəstədir. Çünki insanlar alimlərin elmi sayəsində hidayət olublar. Necə dünyada alimlər cəmaatı hidayət eləyir, qiyamətdə də Allah icazə verir ki, hidayət elədiyi ki, dünyada hidayət eləmsən. İndi də əlindən tut, cənnətə apar. Üçüncü şəhidlərdir ki, şəhidlərə Allah şəfaət icazəsi verir. Qiyamət günündə inşallah şəhidlərimiz bizə şəfaət eləyəcək. Bugün şəhidlərin il dönümü münasibəti ilə bir daha bütün Azərbaycan xalqına bu məclisdə iştirak edənlərə başsağlığı verirəm və Allahdan istəyirəm ki, bizi şəhidlərin qədrini bilən millətlərdən qərar versin. Allah bizim şəhidlərimizi rəhmət eləsin və Allah bizi onların məktəbinin layiqli davamçılarından qərar versin inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevsar fasalli li rabbika vanhar. İnne şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim.